Salam. Məlumat analitik xidməti əlaqə saxlayır Sistem Guru Markets. Şirkət haqqında ümumi məlumatla başlayırıq. Biraz daha hər bir göstəricini daha ətraflı nəzərdən keçirəcəyik. Lazım gələrsə fasilə verə bilərsiniz. Tədqiq olunan təşkilatın hər bir göstəricinə daha ətraflı baxmağı təklif edirik. Biz korporasiyanın cari fəaliyyətini təhlil edəcəyik. Neftecadi Korporasyon Ticker NİHT 20 Mart 2025-ci il tarifinə olan məlumatlardan istifadə etməklə nəzərdən keçirilmişdir. Təsnifatına görə Guru Markets şirkət neftecadi alt kateqoriyaya aiddir. Oil and Gas təhlildə 132 təşkilat iştirak edir ki, bu da çox təmsil edir. Bu videonun sonunda sifariş cədvəlini tapın. Şirkət üçün nəticə belədir: 10 baldan -9. Alt kateqoriya üzrə orta bal 2,3 baldır. Geniş baxsanız, bütün ABŞ fond bazarında məcmu olaraq. Qeyd edək ki, bütövlükdə bazar üzrə orta nəticə 1,9 bal təşkil edir. Şirkətin -9 xalına qarşı Neftecadi Korporasyon. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi neftecadi və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda səhmlərin olduğunu görürük. Neftecadi Korporasyon 67,4% dinamika göstərib. 3,3% alt kateqoriyasında qiymət dəyişikliklərinə qarşı. Bu heç nəyi açıq şəkildə göstərmir, lakin biz bu faktı nəzərə almalıyıq. Şirkətin bazar kapitallaşması neftecadi 2,36 milyard dollardır. Və alt kateqoriyanın kapitallaşması 2,619 milyard dollardır. Neftecadi Korporasyon 0,9% paya malikdir. O, alt kateqoriyadakı çox kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 0,36 milyard dollardır. 1,607 milyard dollarlıq alt kateqoriyanın balans kapitallaşması ilə. Neftecadi Korporasyon %0,22 pay təşkil edir. Birjanın işğal olunmuş səhmlərini və balans dəyərini müqayisə edərək aşağıdakıları görürük. İşğal olunmuş pay neftecadi alt kateqoriyada bazar kapitallaşması qiymətləndirilərkən 0,9% təşkil edir. Balans dəyəri 0,22% təşkil edir. Bu da bazar kapitallaşmasının payından 76% azdır. Şirkətin bazar payının və alt kateqoriyanın balans kapitallaşmasının qiymətləndirilməsi pis, -1 bal. Tədqiq olunan təşkilatın borcları 3,884 milyard dollar təşkil edir. Balans dəyərinə maliyyə öhdəlikləri kapitalın 1078,9%-ni təşkil edir. Şirkətin borc öhdəlikləri səviyyəsində nəticə çox pis, -2 bal. Şirkətin birja dəyərinin mənfəətinə nisbəti 0-dır. 14,6 alt kateqoriyada orta göstərici ilə bu alt kateqoriyadakı orta göstəricidən xeyli pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə şirkətin bazar qiymətinin onun mənfəətinə qiymətləndirilməsi çox pis, -2 bal. Son 12 ayda mənfəət -62 milyon dollar olub. Növbəti 12 ay üçün gələcək mənfəət məlum deyil. Bu şirkət üçün pisdir. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə proqnozlaşdırılan gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi pis, -1 xal. Şirkətin dəyərinin gəlirlə balansı 0-a uyğundur. Birinci alt kateqoriya üçün orta, bu alt kateqoriyadan daha pisdir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin birja dəyərinin onun gəlirinə qiymətləndirilməsi pis, -1 bal. Son 12 ayda gəlir 0 milyon dollar olub. Gələcək 12 ay üçün proqnozlaşdırılan gəlir məlum deyil. Bu, şirkətin perspektivləri üçün çox pisdir.
Alt kateqoriyadakı göstəricilərlə müqayisədə təxmin edilən gələcək satış həcmlərinin qiymətləndirilməsi. Pis, mənfi bir xal. Satış marjası 0%dir. Alt kateqoriyada orta hesabla 6,9%dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 6,9% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə marjinallığın qiymətləndirilməsi, dözümlü, 0 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 0,29% təşkil edir. Bu da bazar kapitallaşmasının payından 210% azdır. Və bu, şirkətin cari mübadilə qiyməti arasında uyğunsuzluğu göstərir nəticədir, yəqin ki, yenidən qiymətləndirməyə doğru. Şirkət işçisinə düşən kapitalın məbləği $9,967,000 bərabərdir. Alt kateqoriya üçün isə $3,234,000. Alt kateqoriya üzrə orta göstərici ilə təşkilatın göstəriciləri arasındakı fərq 208,2% təşkil edir. Alt kateqoriya şirkətlərinin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən bazar kapitalının miqdarının qiymətləndirilməsi. Dözümlü, 0 xal. Şirkətin hər bir işçisinə düşən mənfəət mənfi $260,300,000'dır. Alt kateqoriya üzrə orta $221,100,000. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 18% təşkil edir. Alt kateqoriya fəaliyyəti ilə müqayisədə fərdi işçiyə düşən təxmini mənfəət. Dözümlü, mənfi 0,5 bal. Şirkətin hər bir işçisi üçün satış həcmi $0,000'dır. Alt kateqoriyaya görə $3,183,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 100%'dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə ayrı-ayrı şirkət işçisinə düşən satışın qiymətləndirilməsi. Dözümlü, mənfi 0,5 bal. Qısa səhmlər %6,1, alt kateqoriya üçün isə orta hesabla 2,3% təşkil edib. Bu, qısa bir sıxılma riskinin qiymətləndirilməsidir. Texniki göstərici RAS 14 şirkət üçün %65 səviyyəsini göstərir nəticədə korporasyon. Alt kateqoriyada isə RSI səviyyəsi 14,63% təşkil edir. Potensial olaraq, alt kateqoriyanın səhmlərlə təxminən eyni qiymətləndirilir nəticədə korporasyon. Şirkətin səhmlərinin faktiki qiyməti təxminən $9,6'dır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $12,49'dır. Cari qiymət dinamikası və konsensus proqnozu təxminən 38%'dir. Sifariş cədvəlinə baxaq, mövcuddur. Link bərkidilmiş şərhdədir. Sifariş cədvəlində məlumat və arayış sistemi tərəfindən bu mövsüm əvvəllər qəbul edilmiş bütün qərarlar var. Guru, Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və pulsuzdur. Bağlanmış şərhdə keçid. Şirkətin təhlili əsasında nəticədə korporasyon. Səhm qiymətləndirmə məlumat sistemi Guru, Markets aşağıdakı qərar qəbul edilir. $9,07 dəyərində ucuzlaşma üçün əməliyyat açın. Sövdələşmə şirkətin kifayət qədər aşağı reytinqə malik olması səbəbindən açılıb. Şirkətin qiymətləndirilməsi qiymətləndirmə metodu, AKİMin indeksi əsasında aparılmışdır. Mənfəət götürmək 7,47 səviyyəsində müəyyən edilmişdir. Stop loss 10,67 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, bu halda sifariş 19 aprel 2025-ci il tarixində ticarət sessiyasının sonunda müstəqil olaraq müəyyən edilir. Və ya göstərilən tarixdən əvvəlki son iş günündə. Ticker, RAEU, əsas alış sifarişinə çevriləcək. Əsas müqavilə ilə bağlı video artıq bu kanalda yayımlanıb. Sifarişlərdən birini bağlayarkən, əsas və ya balanslaşdırma.
İkinci sifariş faktiki qiymətə müəyyən edilir. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Guru Markets. Siz planetin ən gözəl tamaşaçılarısınız.